O Möhsin Qiraətinin yaxşı bir misalı var, deyir ki, mən onda bildim ki, ümumi moizə cəmaata təsir eləmir, onda başa düşdüm. Gördüm, bir dəli məclisə girdi, başladı hamını təhqir eləməyə. Siz belə, siz elə görmür, siz yerindən tərpənmir. Birdən dəlinin beyni lap çöndü, birdən dedi ki, bəs səni deyirəm, ha filan kəs, sən belə, görün, durdular, hücum çəkdilər dəlinin üstünə. Əqli qüsur olan adamın. Onda başa düşdüm ki, moizədə də deyəcəm, biz beləyik, hamı yanındakına baxır. Gelirsən, sənə deyirəm, filan kəs. Hesab eləyin ki, mən buradan oturmuşam, hər birimizlə tək-tək danışıram. Hərçənd ki, mənim səlahiyyətim yoxdur buna. Mənim səlahiyyətim yoxdur. Bu sözlər hamıdan çox özümə aiddir. Vallah, Allah and olsun. Amma bu söz ki, mən deyirəm, hamıdan çox özümə aiddir. Bunun bir ziyanı da var ki, qulaq asan deyir ki, mənə axı böyük adam bilir. Deyir, bu danışan belə deyir, sonunda biz işte. Amma mənim xahişim budur, heç kəsə baxmayın. Danışan, oxuyan, baxmayın, özünüzlə məşğul olun, baxmayın, o necədir, bu necədir. Hamı ilə tək-tək hesab kitab aparacaq Allah.